kanalınız həmin shorts videosundan yaxşı şəkildə like gətirir. Bunu kanalınızda tətbiq etsəz, kanalınız ani bir şəkildə yüksəlişə keçəcək. Adi shortsdur, 96 like var. YouTube bu funksiyaları bizə təqdim edirsə, bizim bunu boş qoymağımız qətiyyən düzgün sayılmır. Bu qaydaları öyrəndikdən sonra paylaşdığın hər shorts videosu çox izlənəcək. Bəli dostlar, ilkin olaraq shorts üçün seçilən mövzuya diqqət etməlisiniz. Burada mən nəyi nəzərdə tuturam? Misal üçün siz videoya daxil olmusunuz və deyirsiniz ki, mən bu gün sizlərlə birlikdə sok içəcəyəm və soku içirsiniz, daha sonra videonu sonlandırırsınız. Belə edəndə əlbəttə ki, video izlənməz. Ona görə də mövzunuz diqqət çəkici olmalıdır. Düzdür, az öncə göstərdiyim misaldakı videoda nə etsəz onsuz izlənəcək. Çünki shortsun alqoritmi və izləyicilər biraz qəribədir. Əlavə olaraq da onu qeyd edim ki, mövzu diqqət çəkiciliyindən əlavə qeyri-adi olmalıdır. Misal üçün baxın, YouTube ana səhifəmi açdım mən burada. Biraz aşağıya düşürəm. Baxın, shorts bölümü məni qarşılayır burada. Burada baxın, bütün shorts videolarının hamısının bir mövzusu və qeyri-adilik forması var. Heç birində adi bir şey yoxdur. Misal üçün az öncə nümunə çəkdim. Onun kimi bir şey yoxdur burada. Diqqətlə baxsaz elə bir şey görməyəcəksiniz burada. Bunu nəzərinizdə saxlayın ki, baxın, bu qeyri-adi və diqqət çəkici olan shorts videoları mənə tövsiyə olunur. Yəni mənim ana səhifəmdə çıxır. Həmçinin burada shorts izləmə bölümünə girsəm də hamısı mənim qabağıma çıxacaq və mən bunları izləyəcəm. Ona görə də çəkdiyiniz shorts videosunun bir mövzusu olsun və diqqət çəkici olsun. Çalışın da mövzunu diqqət çəkici hala gətirib o formada təqdim edin. İndi bu təqdim etmək və yaxud da necə montaj falan etmək lazımdır. Hamısı haqqında danışacağam. Tövsiyəm də odur ki, shorts videosunu çəkməzdən əvvəl eynən uzun videolarda etdiyimiz kimi ya səs yazarkən deyəcəyiniz sözləri bir yerə qeyd edin, oradan oxuyun, ya da ki, kiçik bir plan yazın, ona görə hərəkət edin. Mən bunu sizə uzun videolarda tövsiyə etmişdim onsuz ki, plan yazaraq hərəkət edin. Bu zaman videonuz daha keyfiyyətli olacaqdır. Bu shorts üçün də keçərlidir. Bunu mütləq edin ki, videonuzun keyfiyyəti artsın. Gəlin indi keçək digər planlarımıza. Dostlar, shorts videolarınızın izlənməsini istəyirsinizsə, ikinci diqqət eləməli olduğunuz mövzu təqdim etmək formasıdır. Təqdim etmək forması deyərkən mən burada müəyyən üsullar var, onları nəzərdə tuturam. Birinci üsulumuz şişirdərək təqdim etməkdir. Bunu əsasən oyun kanallarında görmüsünüz. Oyun kanallarında misal üçün sandıqdan bir hədiyyə çıxır və yaxud da hər hansı bir paltar falan çıxır. Bunu özünüz görmüsünüz, şişirdərək təqdim edirlər. Yəni o qədər də böyük bir şey olmayıb, amma öz səsləri ilə və yaxud da hərəkətləri ilə, mimikaları ilə elə edirlər ki, şişirdilir həmin mövzu və bu da izləyicinin diqqətini çəkir. Hətta belə bunu mən belə özüm öz videolarımda tətbiq edirəm. Misal üçün adi bir videodur, shorts videosu. Effektiv şəkildə həm səsimi yüksəldirəm, həm ekrana animasyonlar falan yerləşdirirəm. Bu izləyicinin diqqətini çəkir. Misal üçün adi şəkildə giriş etsəz, dostlar, mən bu gün sizlərə Xiaomi telefonu necə format olunur onu göstərəcəm. Belə giriş etsəz, əlbəttə ki, o shorts videosu izlənməyəcək. İzlənsə də az izlənəcək. Amma belə effektiv girsəniz çox yaxşı olacaq. Nümunə olaraq bunu göstərim. Dostlar, mən bu gün sizlərə Xiaomi telefon necə format olunur onu göstərəcəm. Diqqətlə baxın. Baxın, belə giriş etdiyimizdə həm uzun video, həm də shorts videosuna bu yaxşı təsir edir. Videomuzun da əvvəlində gördünüz, həmin sistemi mən uzun videoda da edirəm, shorts videolarımda da. Shorts videolarımı buradan kanala keçib baxsaz görəcəksiniz, adi texnologiya üzrə shorts videolardır. Hamısında o formada həm səsləndirmə, həm də az öncə qeyd etdiyim kimi mimikalar, hərəkətlər falan var. Bu təqdim etmə forması, bu düzgün təqdim etmə formasıdır. Bunu özünüzdə tətbiq edin. Və bundan əlavə olaraq enerjik danışmaq lazımdır. İndi eyni mövzudur bu, amma təqdim etmək formasında şişirdərək danışmaq və enerjik danışmaq fərqli bir şeydir. Biri var az öncə qeyd etdiyim kimi halsız formada düz-düz danışasınız. Bir də var səsinizi yüksəldəsiniz, enerjili danışasınız. Bu izləyicinin də enerjisinin yüksəlməsinə səbəb olacaqdır. Fərqi yoxdur. Nə kateqoriyası olursa olsun, nə qədər enerjik danışsaz, videolarınız o qədər də maraqlı və diqqət çəkici olacaqdır. Və videoları çəkərkən baxın, bu da təqdim etmək formasına daxildir. Videolarımızı çəkərkən biz videolarımızın içində kanala abunə ol, videoya like at, daha sonra mən özüm bunu tətbiq edirəm. Telefonda olan bir problemin həll yolunu göstərəcəm. Sən videoya like at, mən də bunu göstərim. Belə edirəm, daha sonra həll yolunu göstərirəm. Video bitdikdən sonra da deyirəm ki, istək üçün kanalımıza abunə olun. Elə ekranda baxın, shorts videolarım açıqdır. Bunlara baxsaz həmin yolu görəcəksiniz. Yəni birinci izləyicilərə like atdırıram. İzləyicilər videonu izləyir, problemlərin həll edə bilirsə, sonda dediyim sözlə mənim kanalıma abunə olurlar. Yəni bunu yoxlaya bilərsiniz. Bu çox işə yarayır. Bunu montajla da etmək olar, ekrana animasiyalar falan qoymaq olur. İndi onu da göstərəcəm necə etmək olar. Hamısının özünün bir xeyri var. Siz bu qeyd etdiklərimi etdiyinizdə kanalınız həmin shorts videosundan yaxşı şəkildə like gətirir. Nümunə olaraq baxın bunu göstərim. Adi shortsdur, 96 like var. Səbəb odur ki, mən ekrana like at animasiyası qoymuşam. Özüm videoda qeyd etmişəm like at. Yəni hər cürə üsullarla siz həm shorts videolarınızla like qazana bilərsiniz, həm də kanalınızın abunə sayını artıra bilərsiniz. Bu çox vacib məsələdir. Xahiş edirəm buna diqqət edin.
Və dostlar, yenə bir nümunə göstərəcəm. Bu da yenə təqdim etmək formasına aiddir. Baxın, burada bir shorts videosu var. YouTube 4000 saat haqqındadır. Deməli, bu shorts videosunda baxın alta bir video yerləşdirmişəm. Yəni mənim özümün uzun bir videom var. 4000 saata aid uzun videodur. Bu shorts videosunda qısaca o haqqda məlumat vermişəm. Yəni cüzi miqdarda məlumat vermişəm. İzləyiciyə də demişəm ki, bu haqqda geniş məlumat verdiyim bir video var. Aşağı sabitləmişəm. Oradan daxil olub baxa bilərsiniz. İzləyici də həmin altdakı videonu görür və həmin yerə klikləyir və həmin videonu izləyir. Bunun həqiqətən də ciddi şəkildə xeyri var. Nümunə olaraq bunu mən sizə göstərəcəm. Bu 4000 saat videosuna buradan baxaq. Baxın, gördüyünüz kimi bu video 1800 izlənib. Gəlin görək bizim uzun videomuza nə qədər izləyici çəkib bu. Dostlar, baxın, sizlər üçün bunu ekrana yerləşdirmişəm. Bənzər shorts videoları deyə 90% üzərindən izləyici gətirib. İndi bunu burada görmək olmur. Telefonda bu rəqəmlə yazılır. İndi mən bunu sizin üçün ekrana qoyacağam. Baxın, ciddi şəkildə xeyrinin olduğu burada görünür. Hətta belə Analytics-in işarələrində hiss olunur ki, belə qalxışlar yaranıb. Normalda video izlənməyirmiş əvvəldən. Shorts videosunu atdıqdan sonra video başlayıb partlatmağa. Hətta belə baxın 24-21 aralığında izlənmə gəlib, daha sonra ani şəkildə qalxışlar falan olub. Yəni belə digər videolarınızı tövsiyə etməyin həqiqətən də çox xeyri var. Mən ümumiyyətlə tövsiyə edirəm ki, bütün çəkdiyiniz shortsları elə çəkin ki, kanalınızda həmin shorts videosunun uzun versiyası da olsun və izləyicilərə həmin uzun videonu izlədim. Mən özüm bu strategiyada edirəm. Retki hallarda olur. Misal üçün otaq vloqu çəkməzdən əvvəl videonu izləyicilərə təqdim etmək üçün çəkdim ki, dostlar, mən otaq vloqu çəkəcəm, amma ondan əlavə nə varsa hamısını burada yönləndirmə ilə edirəm. Baxın, kanal icmalı var burada, daha çox qazanmaq yolları var. Hamısını da izləyicilərə yönləndirmə edirəm və bunu da sizə də tövsiyə edirəm. Dostlar, bundan sonra mən sizə yaxşı montaj etmək taktikalarını göstərəcəm. Bunlar da çox vacibdir. Müəyyən bir işdən xırda taktika verəcəm. Kanalınızın və shorts videolarınızın partlatmasına gətirib çıxardacaq. Amma onu qeyd edim ki, bunları göstərməzdən əvvəl bir açıqlama verim ki, kanalımızda bunun kimi faydalı, maraqlı videolarımız var. Azərbaycanda YouTube kanalını inkişaf etdirmək istəyirsənsə, bizim YouTube kanalımız sizə çox kömək ola bilər. Ona görə də mənə dəstək olmaq üçün aşağıdan kanalımıza abunə olub videomuza like atın. Bir də bildiriş zəngini də aktiv edin ki, belə videolar atdığımızda öncədən xəbər. Gəlin indi keçək digər planlarımıza. Bəli dostlar, az öncə də qeyd etdim ki, mən sizə burada yaxşı montaj etmək üsullarını göstərəcəm. Gəlin elə sürətli bir şəkildə CapCut video montaj proqramına girək və bunu göstərim. Baxın, gördüyünüz kimi dünən oyun kanalıma bir shorts videosu çəkmişdim. Oyun kanalı ilə göstərməyimin səbəbi odur ki, texnologiya kateqoriyası ilə oyun kateqoriyası tamamilə fərqlidir. Ona görə də bu mövzuya diqqət edin. Hər kanalın özünün montaj üsulu var. Nəysə, mövzudan kənarımıza çıxmayaq. Yəni shorts videosunu montaj edərkən etdiyiniz montajın ilk saniyələrinə çox diqqət edin. İlkin olaraq siz burada shorts videosunu çəkərkən nəfəs aralıqlarını kəsin. Misal üçün baxın, mən burada videonun xam halının içində yerləşir mənim səsim və timeline'ı bu formada genişləndirmişəm və arada nəfəs araları, daha sonra boğazımı təmizlədiyim, yəni elədiyim anları, daha sonra öskürdüyüm anları falan hamısını kəsmişəm ki, izləyici o videonu izləyərkən sıxılmasın və mən axıcı danışıram kimi çıxsın bu video. Yəni shorts videosunu montajlayarkən nəfəs aralıqları mütləq kəsilməlidir. Bu uzun videolar üçün də keçərlidir. Daha sonra qalan ayarlar özünüzün işinizə baxır. Mən tövsiyə edirəm ki, ən çox əziyyətinizi shorts videosunun ilk saniyələrində eləyin. Misal üçün 30 saniyəlik videodursa 10 və ya 15 saniyəsində çox işləyin. Diqqət çəkiciliyini artıracaqdır. Misal üçün baxın, mənim özümün elə bu videom belə ilk saniyələrdə çox əziyyət çəkmişəm və çox montaj eləmişəm. Bu da izləyicilərə ekranda qalmasına səbəb və videonu sürüşdürməməsinə səbəb olur. Mütləq shorts videosunu editləyərkən ilk saniyələrə diqqət edin. Və dostlar, bundan əlavə olaraq shorts videolarınızda keçişlər və səs effektləri yerləşdirə bilərsiniz. Baxın, bunlar keçişlərdir. Mən hər yerə bir ədəd keçiş qoymuşam. Daha sonra onun altlarına baxsaz, baxın, biraz alta düşdüyümdə, baxın, gördüyünüz kimi hər cürə səs effektləri var. Baxın, bu seçdiklərim hamısı səs effektləridir. Yəni shorts videosun həm burada rəngli, gözəl hala gətirir, həmçinin də effektlərlə videonuz bəzənir, düzənir. Yəni bəzəyib düzəmək deyə bir şey var. Bunu da siz videonuza tətbiq etmiş olursunuz. Mütləq shorts videolarınızda səs effektlərindən istifadə edin. Ümumiyyətlə yalnız ilk saniyələrdə bütün shorts videosuna qoya bilirsinizsə, hər yerinə səs effekti qoyun. Baxın, mən özüm də belə videonun sonuna da qoymuşam, ortasına da, axırına da. Yəni tövsiyə edirəm ki, bu vacib məsələdir. Buna diqqət edirsiniz. İzləyicini ekranda tutmaq istəyirsə, həmin shorts videosunu izlətmək istəyirsə, bu dediklərimə diqqət edin. Və mən az öncə sizə qeyd etdim ki, shorts videolarınızda səsini yazarkən və yaxud da videonu çəkərkən içində deyin ki, kanalıma abunə olun, videoma like atın. Bunu animasiyalar vasitəsilə də edə bilərsiniz. Baxın, mən heç bu oyun shorts videosunda deməmişəm. Bir dənə ən sonunda qeyd etmişəm, kanala abunə olun, amma demədiyim yerlərdə, danışmadığım yerlərdə falan oyunun səsi gəldiyi anda, baxın, bu formada like animasiyalar qoymuşam, bu formada abunə ol animasiyalar qoymuşam və bunların da özünə aid səslərin yerləşdirmişəm. Yəni mouse səs effekti və yaxud da zəng səsi falan qoymuşam.
qoymuşam. Bu zaman izləyici görür ki, aha ekrana like işarəsi çıxdı. Deməli mən bu videonu bəyənməliyəm. Bu videodan mənim qarşıma daha çoxu çıxmalıdır. Ona görə tətikləyici deyirlər bunlara. Yəni izləyicinin yadına düşür ki, mən bu videoya like atmalıyam, mən bunu bəyənməliyəm. Ona görə də deməmisinizsə belə yenə montajda mütləq əlavə edin. Videonuzun içinə like və abunə ol animasiyaları. Və dostlar, montajdan və yaxud da digər qaydalardan əlavə başqa qaydalarımız da var. Bunu mən özüm əlavə olaraq sizə qeyd etmək istədim ki, özüm öz YouTube kanalımda tətbiq edirəm və bundan xeyir görürəmsə, mənim izləyicilərim də bundan xeyir görməlidir. Gəlin elə sürətli şəkildə göstərim. Deməli, diqqət çəkici başlıqlar yazmaq lazımdır. Sürətli şəkildə buradan Google Chrome'u yenidən açaq. Baxın, gördüyünüz kimi öz videomun, yəni az öncə sizə göstərdiyim YouTube 4000 saat Shorts videosunun başlığını açdım. Baxın, burada YouTube 4000 saat yazmışam. Elə adi başlıq atmışam, amma oyun videosu çəkmisinizsə və yaxud da digər kateqoriyada nə videosu çəkmisinizsə, çalışın diqqət çəkici başlıqlar atın. Yəni adi sıxıcı bir şey olmasın. İzləyici onu gördüyündə diqqətini çəksin. Baxın, nümunəni mən sizə videomuzun ən başında göstərdim. Baxın, burada videolar çıxır. Videoların başlığı da görünür. Əgər thumbnaili görürlərsə, yəni videonun şəklini görürsə, izləyici heç bir şey başa düşə bilmirsə, gəlir burada başlığı oxuyur. Misal üçün baxın, burada hamısının başlığı görünür. Bir şey başa düşmədimsə, mən bunun avtomatik başlığına baxacağam. Bu uzun videolar üçün də keçərlidir. Thumbnaili oxuyur izləyici, başa düşmürsə avtomatik başlığı oxuyur və videoya daxil olur. Ona görə də bura diqqət çəkici şeylər yazın, emojilər falan yazın. İzləyicinin diqqətini çəkəcəkdir və əlavə olaraq da tövsiyəm odur ki, ChatGPT kimi süni intellektlərdən kömək alın. Videonuzun nə olduğunu ona yazın, göndərin. Deyin ki, mənə diqqət çəkici, qeyri-adi başlıq fikri verə bilərsən. O da deyəcək ki, hə, yaxşı, baş üstə bu dəqiqə sənə göndərirəm deyib göndərəcəkdir. Birbaşa onun yazdığını atmayın. Videonuzun başlığına yüngülvari dəyişikliklər edib yaza bilərsiniz. Yəni bu da çox xeyri olacaqdır. Yoxlamağınız tövsiyə olunur. Və bunun altında başlıqdan əlavə olaraq açıqlama və etiketlər də durur. Baxın, mən burada sadə, qısa formada bir açıqlama yazmışam. Səbəb odur ki, mənim YouTube videolarım, yəni Shorts videolarım axtarışlardan izlənir. Onun üçün də mənim üçün açıqlama yazmaq çox vacibdir. Əsasən də açıqlamanın ilk 3 və ya 4 sətrində açar sözlərdən istifadə etmək çox vacibdir. Nümunə olaraq yenə burada göstərəcəm mən sizə. Baxın, atdığım bu Shorts videosu atıldığından bu günə qədər 13900 izlənib və izlənmənin böyük bir qismi YouTube axtarışlardan gəlib. Səbəbi də odur ki, bu Shorts videosunun ayrıntılar bölümündə açıqlaması yazılıdır. Baxın, Telegrama aid hər şey burada qeyd etmişəm. İzləyicilər də Telegrama aid problemləri nədirsə axtarır və bu Shorts videosu YouTube tərəfindən onlara önərilir və izləyicilər Shorts videosunu izləyir və mənim uzun videoma gəlir. Yəni az öncə bir strategiya göstərdim sizə. Shorts videolarınızdan uzun videolarınıza yönləndirmə. Bu da axtarışlardan Shorts videolarınıza, Shorts videolarınızdan da uzun videolarınıza yönləndirmədir. Biraz qəliz məsələdir. Bəzən məni başa düşməyə bilərsiniz, amma başa düşsəniz əgər və bunu kanalınızda tətbiq etsəz, kanalınız ani bir şəkildə yüksəlişə keçəcəkdir. Çox xahiş edirəm, bu mövzuya diqqət edin. Yəni Shorts videolarınızın altına açıqlama yazmaq çox vacibdir. Əlavə bunun altında da açıqlamalar var. Bunu göstərim. Etiketlər daha doğrusu. Bu etiketlər bölümündə əgər vaxtınız varsa doldurun, boş saxlamayın. Yəni YouTube bu funksiyaları bizə təqdim edirsə, belə funksiyaları bizə veribsə, bizim bunu boş qoymağımız qətiyyən düzgün sayılmır. İndi deyəcək ki, sən özün boş saxlamısan. Mənim özümün olsa boş saxlamağın burada mənası yoxdur. Səbəb odur ki, Azərbaycandan izlənir onsuz, etiketlərin mənası çox qalmır burada. Amma ən azından 3 dənə və ya 4 dənə yazmalısınız. Mən özüm də indi vaxt tapmadığıma görə yazmamışam. Hətta belə bəzi Shorts videolarıma heç açıqlama yazmağa belə vaxt tapmamışam. Amma vaxtım olduğunda, bekar olduğum zamanlar keçib elə bunları topa bir iş halına gətirib bunlarla məşğul oluram. Ona görə də mütləq başlıq və açıqlama etiketlərə diqqət edirsiniz. Uzun videolarda necə vacibdirsə, Shorts videolarında da onun kimi vacibdir. Və dostlar, bir şey də göstərəcəm, daha sonra videomuzu sonlandıracağım. Shorts videolarınıza thumbnail, yəni küçük resim əlavə edə bilərsiniz. Bunu uzun videolarda edirdik biz, amma Shorts videolarınızda da edə bilərsiniz. Baxın, mənim bütün Shorts videolarımda thumbnaillər, yəni qapaq şəkilləri var. Baxın, 4000 saat, daha sonra nələr lazımdır, ətraflı otaq vloqu, vacib qaydalar, yəni hamısında belə şəkillər var. İzləyicilərin ana səhifədə qarşısına çıxdığında heç bir başlığı oxumadan videonun üstünə o saat tıklayır ki, yəni diqqətini çəkirsə o saat həmin videoya klikləyir. Bunu da necə etmək olar, onu da göstərim. CapCut video montaj proqramından bunu edə bilərsiniz. Videonun kiçik bir hissəsinə onu yerləşdirin. Daha sonra telefondan videonu atdığınızda orada qapaq şəkli seçmə yerində görünəcəkdir. İstəsəz bunun haqqında geniş bir video çəkə bilərəm. Burada uzun göstərib sizin başınızı ağrıtmaq istəmirəm. Və az öncə də mən sizə telefonla paylaşmaq dedim. Bəli, Shorts videolarınızı mütləq telefondan paylaşın ki, Shorts özü ümumiyyətlə telefon üçün təqdim olunmuş bir şeydir. Kompüterdən əvvəl ilk öncə telefona gəldi. Ümumiyyətlə TikTok və Instagram kimi bir şey
şeydir. Buna diqqət edirsiniz və shorts videolarınızı kompüterdən montajlasaz belə yenə göndərin bu telefonunuza. Daha sonra bunun vasitəsilə paylaşın. Başlığın açıqlamasını falan hər şeyin bunun vasitəsilə yazın. Görəcəksiniz ki, həm izləyicisi daha çox olacaq, həm də paylaşmaq falan ayarları, qaydaları biraz yaxşıdır. Telefonda hər cürə ayarlar var. Həmçinin az öncə qeyd etdiyim thumbnail, yəni qapaq şəkli qoymaq ayarında telefondan edə bilərsiniz. Çünki kompüterdə elə bir şey yoxdur. Dostlar, videomuz bu qədər idi. Ekranda izləyə biləcəyiniz digər videolarım çıxdı. Onlara baxaraq bizə dəstək ola bilərsiniz. Discord kanalımız da var. Ona da qoşula bilərsiniz. Orada YouTube haqqında, pul qazanmaq haqqında məlumatlar verilir və sizlərə səsli formada, görüntülü formada orada köməkliklər edirəm. Yəni YouTube kanallarınızı böyütmək istəyirsinizsə, Discord kanalımıza qoşula bilərsiniz. Az öncə qeyd etdiyim kimi ekranda videolar var. Onlara da baxa bilərsiniz. Dəstək üçün like atın, kanala abunə olun və sağ olun, salamat qalın.